Səkinə xan, deyirlər ki, insan Allahı ya çox sevincli anında, ya da ki, sükut halında tanıyır və ona yaxınlaşır. Sizin ondan pıçıltınız, təkanınız hansı anında baş veribdir? İstəyir sevincli olasan, istəyir kədərli olasan, hər anımızda onsuz da biz Allahla, Yaradanla bütövləşmiş halımızı yaşaya bilsək, onda biz başa düşərik ki, nəinki sevincli hal, nəinki kədərli, hər saniyədə, hər yerdə Allah var, Yaradan var, onun nəfəsi var. Hətta bir də görsün, şiddətli bir külək qopur. Deyirəm ki, o qorxmaqdansa Allahın nəfəsini hiss eləyin də o şiddətli küləkdə belə. Ona görə də, bilirsiniz, bu elə bir haldır ki, insanla Allahın arasında yaşanan bir haldır. Bu ilahi bir eşq halıdır ki, sən nə keçmişində ilişib qalmırsan, nə gələcəyivə görə narahat qalmırsan. Çünki Allaha güvənirsən. Allaha inanmaq bir başqadır, güvənmək bir başqadır. Bunun ikisini birləşdirəndə, birləşdirmiş halını yaşayanda, bir də üçüncü punkt əmələ gəlir ki, inancınla güvənində əmin olmaq. Bu da çox vacib bir məqamdır. Bunların üçünü özündə birləşdirəndən sonra artıq sənin hər aldığın nəfəs, bütün ömrün onsuz da ibadətdən ibarət olur. Yoxsa ki, günahımın tozunu süpürüm canamazın altına, üstündə ibadətimi eləyim və o an bitəndən sonra qayıdım yenə dünyavi işlərimə və o anda belə özüm üçün dünyavi işlərimi istəyim Allahdan. Axirətim üçün biraz yalvarım ki, orada nəhayətində cəhənnəmdə yanmayım, əzab çəkməyim. Bu eşqdir, bu ibadətdir, bu dilənçilikdir. Yəni bunun burasında harda Allah var, harda eşq var. Adamdan soruşursan ki, misal üçün ibadət eləyirsən, deyir, hə. Misal üçün soruşursan ki, nə hal yaşayırsan, niyə ibadət edirsən? Deyir, əmrdir də, eləyirəm. Vaciblikdir ona görə. Bunu biraz səmimi görmürəm. Amma bir də var, deyir ki, mən ibadətdəki halımı sevirəm. Necə mən Allahla qovuşuram. Allahla bütövləşirəm, Yaradanla bütövləşirəm. Mən bu barədə bir dəfə danışdım, səhv anladılar. Amma məsələ orasındadır ki, mən heç vaxt qəti şəkildə dinə qarşı olmamışam. Heç bir dinə qarşı olmamışam. Mən sadəcə demişəm ki, bütün dinlərin işarət göstərdiyi yerə baxın. Ora çatandan sonra siz Allah'a tapacaqsınız. Nəinki mən burada doğulmuşam, mənim dinim səninkindən daha gözəldir. Və yaxud mən Allah belə yaradıb, mən səndən daha gözələm. Bunların hamısını bizə didizdirən bizim egomuzdur, bizim düşüncələrimizdir. Biz Allah'a da onsuz da düşüncə ilə qəbul edirik. Nə zaman ki Allah'a düşüncə ilə yanaşsan, sualdan sual əmələ gələcək və sən nəhayətində gedib ona çatmayacaqsan. Amma düşüncəni söndürəndən sonra qəlb gözünü açmağa heç olmasa cəhd eləsən, onda başa düşəcəksən ki, Yaradan başqa bir varlıq, sən başqa bir varlıq deyilsən. O onsuz da sənsən. Deyir ki, Yaradanı niyə Allahın adına evi kimi iddia olunan yerlərdə gedib axtarırsınız? Bir insanın gözlərinin içində əgər onu tapa bilmirsənsə, bir günəşin doğuşunda onu tapa bilmirsənsə, çaylarda, dənizlərdə, havada, təbiətdə, hər yerdə Allah'a tapa bilmirsənsə, demək ki, səhv yerdə axtarmısan bu günə kimi. Mən bu arada danışdım, sadəcə mənə səhv anladılar ki, təzə vaxtlarda biraz təsir elədi ki, niyə ateist dedilər mənə, niyə elə dedilər, axı bu belə deyil. Amma sonra başa düşdüm ki, hə, bu da biraz təcrübə yığmaq üçün idi. Qoy desinlər, onlar dedikcə mən bir leveldə artıram, biraz da ruhumun böyüməyinə mənə təkan olur. Çox gözəl. Mən ikinci sualı vermək istəyirdim ki, din sizin üçün qanunlar toplusudur. Siz dolayı olaraq ona cavab verdiniz ki, bir çoxu üçün o qanunlar toplusudur. Sizin üçün o elə deyil. Din əslində gözəldir, bax. Amma bir şey var da, çox vacib bir məqam var. Biz niyə görə dinə gələndə ancaq qurban kəsmək, bir kişinin 4 dənə arvad almağı, mütləq ziyarətə gedib gəlmək, bir status, bir ad qazanmaq. Niyə İslam dinində o qədər gözəl şeylər var ki, biz niyə gedib onun orasından, bizə dünya üçün sərf olunan yerlərindən yapışırıq. Cənnətdə dünyavi həzlər, şərab içəcəksiniz, hurilərlə keyf eləyəcəksiniz. Budur sizin İslam anlayışınız, budur sizin Allaha yanaşmağınız. Və sonra da elə bir məni qınayırsınız. Yaxşı, sizin dininiz sizə ən birinci kimsənin inancını yargılamamaq öyrədir. Əlbəttə.
Əgər sən bu birinci aşamanı keçə bilmirsənsə, sən hansı ilahi eşqdən danışırsan? İbadət edirsən, çox gözəl, sənin Allahın arasındadır. Mənə nə sənin ibadətindən? Əgər sən namaz qılırsan, Allah qarşısında səcdəyə gedirsənsə, ibadətin bitəndən sonra imkanlı, vəzifəli insanın qabağında da səcdəyə gedirsən, demək ki, o namaz sənə heç nə öyrətməyib. Əgər sən həcc ziyarətinə gedirsən, fırlanırsan, Təvaf. o niyyətlə ki, bütün insanlar Allah qatında birdir, yenə də gələndən sonra insanlar arasında milliyyət, din, irq fərqi qoyursansa, demək ki, o ziyarət də sənə heç nə öyrədə bilməyib. Siz ümumiyyətcə ziyarətlərə getmirsiniz. Bax, belə bir Olmusunuz şey var. ümumiyyətcə. Əgər mən belə düşünürəmsə, o demək deyir ki, mənim əksimi düşünüb başqa Yox, əqidələ əlbəttə ki, biz sadəcə yaşayanlardan öz mən daha üstünəm fikrimizi- kimi bir şey Ha. yoxdur. Bu mənim əqidəmdir. Hı. Səhvdirsə də mənimdir, düzdürsə də mənimdir ki, onu da elə bilmək olmaz. Yox, ziyarətlərə getmirəm. Niyə görə sualı verdim? Çünki mən hiss edirəm ki, siz ümumiyyətcə hər anı yaşamağı sevən, yəni o anla yaşayan Yəni adamsınız. yaradan istəyir ki, sənə ruhundan, sənə şax damarından daha yaxınam, sən mənim zərrəmsən, mən sənəm, sən mənsən. Mən yaradanı gedib hansı binada, harda axtarım? Yox, nəyə görə dedim? Yəni ki, orada bir hal o deyirik, yaşanan bir hal. Mən özüm şəxsən onu yaşamışam. Ona görə mən sizə sual verdim ki, yəni orada da bir başqa enerjini insan yaşayır. Yəni heç nə elə belə deyil. Mən yaşaya bilməmişəm, amma bir şey deyim. Olmusunuz Böyük yəni. məmnuniyyətlə, olmuşam uşaqlıqda əlbəttə ki. Olmusunuz. Amma bir şey deyim, böyük məmnuniyyətlə indi bu qədər ziyarətlərə qarşıyam. Amma Kərbəlaya çox getmək istəyərdim. O hal orada olmamısınız, deyirsinizsə, o eşq halını bəli, orada yaşamaq istəyərdim. Çünki bu tamam başqadır. Allah sizə qismət eləsin. Mən zaten ən böyük eşqi elə orada yaşamışam. Elə onu deyəcəkdim də. Nə gözəl. Nəyi soruşmaq istəyirdim sizdən? Baxın, belə bir fürsət düşsə əlinizə ki, Yaradanın qarşısındasınız. O bir odu, bir də sizsiz və imkan var ki, içinizdən olaraq ona nəsə bir musiqi, bir mahnı ərmağan eləyəsiniz də. Siz nə ifa eləyərdiniz onun qabağında, onun önündə, o ali bir qüvvənin önündə? Mən sizə bir söz deyim, deməyim ki, hər dəfə desəm yalan olar. Amma əksər hallarda mən onun mənə verdiyi bu səsi, bu neməti, elə onun da yolunda xərcləyirəm. Siz elə bilirsiniz, mən sizi görürəm, amma mən onsuz da onun üçün ifa edirəm. Və hər gün yuxudan da qalxanda, hər gün deyirəm, daha əksər hallarda bir də görsün, ego o an işə girir, oyanan kimi insan oyanır, amma əbədiyyətdən biraz mürgülüyür oyanan kimi və bəzən olur yadımdan çıxır. Amma normal halımda mən yuxudan duran kimi bir ərk kimi ərk eləyirəm kainata ki, bugünün mənə möcüzələri nədir, bugünə mənə nə hazırlanır? Hədiyyələrim nədir? Bugünə mənim hədiyyələrim nədir? Gecə isə evə gedəndə deyirəm ki, razı qaldım mənlə. Çünki bugünkü ifalarım da sənin üçün idi. Nə bilim, bir yanaşmam, bugünkü günü necə yola verdimsə, bunlar hamısı sənin üçün idi. Çünki nəhayətində sənə də qayıdacaq. Sənin üçün geyinirəm, sənin üçün bəzənirəm, sənin üçün oxuyuram. Hər şeyi sənin üçün eləyirəm. Hər şey sənin üçün. Yəni, Çünki hər şey sənindir. O qədər xoşum gəlir o söz. Türkülər deyir, sənsin vəssalam. Ay sağ ol. Çox gözəl. Demək, bax yenə onu vurğuladınız ki, səs ondan sizə verilən bir böyük bir nemətdir də. Bəs bu neməti qorumaq üçün Əminə xanım olaraq siz hansısa bir qurban vermisiniz həyatda ki, bax, hər hədiyyənin deyirlər bir vəbali var. Bax, sizin nə olubdu? O böyük bir hədiyyənin əvəzində nəyi alıb sizdən? Bunun cavabı əslində cavabını biraz şaxəli verərdim. Ki, mənim üçün həmişə ailə birinci yerdə olub, günü bugünə kimi. Hal-hazırda anam, atam və qızım. Amma vaxtı zamanında, misal üçün, yoldaşım istəməyəndə ki, mən davam eləyim. Amma baxmayaraq ki, böyük yol gəlmişdim. Mən Vaqif Qərəzadə qrup çox şeylər öyrənmişdim musiqidə. Mən onun istəyinə görə musiqini kənara qoymuşdum. Bu da mənim ən böyük qurbanım idi, çünki mən çox böyük zaman itirdim. Və bugün də deyirlər ki, misal üçün, ikinci ailəsini Aminə zindanda yoldaşı ilə də, yəni toyu orada olub. Qınyanlar da oldu. Təbii ki, onsuz da bizim millətin əksəriyyətinin yaxçılarından iraq. Əksəriyyətinin onsuz da gündəlik
necə deyim sizə? Rutin bir adətidir Ay, sağ ol qınamaq. da, Çünki rutin bir bir çox adətidir şeyləri ki- özləri yaşaya bilmirlər Və- ona görə. Belə bir məqam vardı. Təsəvvür edin ki, zindanda ailə həyatı qurursunuz. Siz elə bilirsiniz ki, orada sənin yoldaşın sənə dayaqdırsa, xeyr, dayaq deyil. Çünki onun özü də məhbusdur orada. Sənə necə dayaq dura bilər? Bir qadın bir yoldaşına neçə il ərzində orada dayaq durur. Hər 40 gündən bir icazə verirlər. İndi rusca paşireniya deyilirdi o sözə. Necə siz ona dayaq olmusunuz daha çox? Paşireniya yazdırırsan və hər 40 gündən bir 6 gün orada qalırsan da. Yəni bu da belə deyim də, sevmişəm ki, bunu eləmişəm də, bu addımı eləmişəm. Çünki mən həyatda istəmədiyim, sevmədiyim bir şeyə heç nə, heç kim vadar eləyə bilməz də, məcbur eləyə bilməz. Amma orada belədir ki, bilirsən ki, bura zindandır, burada kişilərdir, burada dustaqlardır, sənin yoldaşın da dustaqlardan biridir. Amma ona baxmayaraq sən Allah qarşısında kəbinlə və rəsmi nigahla orada özünə toy edirsən və gəlinlik paltarı geyinirsən. Sonra da deyirlər ki, gör o kimin oğlu olub ki, bu bunu eləyib. Orada da bir növ haqqıma girirlər ki, mən bunu da halal eləyirəm əslində. Çünki bilib-bilmədən danışırlar, bu da onların adətidir. Amma elə deyil idi. Əksinə, nə çətinliyi var idisə, orada bütün çətinliklərin öhdəsindən ən başda maddi. Maddi də, mənəvi də. Mən özüm tək başıma gəlirdim. Əminə xanım, belə dediniz, məndə çox maraq doğurdu. Məsələn, Allah hamının qapısını açsın. Mən ümumiyyətcə zindan deyəndə o qədər belə deyim də heç nə ağlıma gəlmir. Çünki mənim üçün çox yad bir məfhumdur. Amma Həmçinin elə idi. elə o deyir heç vaxt demə. Zindanda keçirdiyiniz ilk gecə. Bax, o sizin yadınızdadır. İlk gecəniz ki, bax siz bilirsiniz ki, siz zindandasınız. Bax o gecə nə hisslər keçirdiniz, nə yuxu gördünüz. Ümumiyyətcə mənə çox maraqlıdır ki, sizin kimi evdə ata tərəfdən, ana tərəfdən sevilən bir, hansı ki hər zaman sevgi içində böyüyən bir qadın birdən-birə tam başqa bir aləmə düşür. Və bax orada keçirdiyiniz ilk gecə, bax onu necə xatırlayırsınız? Çox xoşbəxt idim. Doğrudan. Çox xoşbəxt idim. Həddindən artıq dərəcədə çox xoşbəxt idim. Bu da ilahi bir qismət idi. Buna da təslim olmağa bacarmaq lazımdır və o an, həmin o anı doya-doya yaşamaq lazımdır. Çünki bu sənin seçimin idi. Biz deyirik ilahi qismət. Allah oturub səni nəyəsə məcbur eləmir də. Bu sənin seçimin, sənin qismətindir. Öz qisməti özün yaradırsan. Ona görə də seçimimdən çox razı idim. Axışa təslim idim, eşqdə idim, sevirdim. Bugün də soruşsaz peşman deyiləm. Qəribəsi odur ki, zindanda siz xoşbəxt olmusunuz. Xoşbəxt Amma sonradan adi həyatda artıq Hətta çox mən belə ona bir dəfə bir söz demişdim. bir paradoks. Bir söz demişdim ki, ay Allah demişdim ki, sənin üzvə qapılar açılan kimi sən necə dəyişdin. Bu bizim ayrılmağımıza səbəb oldu. Kaş sən elə bir ömür orada qalardın. Bunu dedim, ayrıldım. 2 ildən sonra adam təzədən tutuldu. Dedim, ay Allah. Geri götürürəm Haqq sözlərimi. dünyasındadır indi, hə, səhv eləmirəmsə, bəli. Allah o dünyasını versin. Amin. Amma nə gözəldir ki, siz zindanı belə gözünüzdə gülüşlə xatırlayırsınız. Çünki hər dəfə, hər yerdə yaradan yanınızda olubdu ona görə. O çox gözəldir. Əminə xanım, çox kənardan indi mən sizi o qədər dərin tanımıram, amma enerjiniz çox güclü qadın enerjisi ötürürsünüz. Yəni ki, hiss olunur ki, həyatda bir çox şeylərdən keçmisiniz. Güclü qadın, çətin qadın, bəzən güclü qadını çətin qadın adlandırırlar. Bax, bunun ikisində fərq, ümumiyyətlə sizə görə qadın güclü olmalıdır? Düşünürəm ki, əslində belə bir şey var da, çox vaxt yaxınlarıma da, insanlara da, özümə də artıq qadın-kişi ayrımı çalışıram, qoymayım. Bir enerji olaraq baxım, bir ruh olaraq baxım. Amma sırf belə dünyavi soruşsaz, məncə olmalıdır. Çünki qadın nəticəsində o boyda böyük yük var bizim boynumuzda. Siz elə bilirsiniz, insan dünyaya gətirmək. Kişiyə verilsəydi, gətirə bilərdi dünyaya. Təqdir ilahi bildiyi bir... Yəni, bilib ki, bu bunu eləyə bilməz ki, bizə verib də o məsuliyyəti. Yox, bu təbiətin qanunu belədir də. Yəni, ən çətin şey təsəvvür edin ki, bu dünyaya bir insan yaradırsan. Əlbəttə ki, qadın güclü olmalıdır. Və sonra hələ onu böyüdürsən.
9 ay qarnında daşıyırsan. Mən burada ana borcuna, vəzifəsindən danışmıram amma bu məlum məsələdir. Təbiət bunu belə qoyub, biz bunu belə eləməliyik. Amma bir də bunun fiziki bir gücünə baxaq xanımın. Söhbət ondan getmir ki, kişi ilə qadın qol güləşdirsə məlum məsələdir ki, kişi qalib gələr. Belə xırda işlərlə gəlməyin üstümə. O boyda dünyaya insan gəlir. Bunu biz yaradırıq. 9 ay bunu, o 9 ay ərzində o uşaq bizim bətnimizdə başqa bir aləmdə olur. O aləm də bizim içimizdədir. Hani kişinin içində nə aləm var, gəlsin göstərsin də, inciməyin ha. Xətrimizdə deyər birdən, müəllimlər. Qızımız var. Qızım var. Adı nədir? Fatimə. İnşallah göz əlisini tapar. Can, inşallah. Başqa ona nə arzulayaq ki? Təşəkkür Siz edirəm. tapmamısınız məncə, inşallah ki o tapar. Amma Mən bilmək dəlisini olmaz, bəlkə tapmışam. sizdə. Əlsin. İnşallah həyat elədir, sürprizlərlə doludur. Allahın da necə deyərlər o rəhmət qapıları, möcüzə qapıları həmişə açıqdır. Əminə xanım, nə daha çətindir? O şöhrətin pik anında belə deyim, öz gözlərinin içinə ki, təkbətək qalırsan, o an baxmaq və yaxud da böyük bir auditoriyanın qabağındakı o yaşadığın izdihamdan çaşmamaq. Hansı daha çətindir? Hansı daha çətindir? Və hansı ümumiyyətcə sizi eləyən hansıdır? Mən sizə bir söz deyim, bu yaxınlarda bilirsiniz ki, Kamran Ağabalayevin özü ilə getmişdik də. Mənim ilk solo konsertim idi Özbəkistanda 4500 nəfərlik insan. Ay maşallah, ha. Mən o qədər həyəcanlıydım. Həyəcanlı olanda da bir növ belə yaradan qarşısında da utanıram ki, necə yəni sənin içində o boyda güvən var, özün cəmaata ağıl verirsən, bu nəyin həyəcanıdır? Sonra müəllimin də sözü yadıma düşür ki, həyəcan olmasa demək ki, məsuliyyət yoxdur. O da yadıma düşür. Amma mən səhnəyə çıxandan sonra inan o həyəcanın heç h hərfi belə qalmadı. O qədər rahat keçdi ki, ruslar demişkən, o qədər plavını keçdi ki, konsert. Və bugün bu sual çox da yerinə düşdü mənim üçün. Əslində mən deyərdim ki, ikisi də eyni şeydir mənim üçün. Çünki burada da özünsən, orada da özünsən. Və öz də elə bir şeydir ki, səndən ayrılmayan bir şeydir. Ben bilirəm, siz rus bölməsini bitirmisiniz də. Deyir, самое сложное пройти огонь, воду и медные трубы. Medni trubu zəfər anında, yəni ən çətini keçmək. Bax, Əminənin o medni trubusunu keçmək mənə maraqlıdır ki, siz artıq biləndə ki, bəlli bir auditoriya sizi sevir və siz hansısa bir kütlə tərəfindən qəbullənirsiniz ki, bax, o gün gəlib özünüzlə güzgüdə təkbətək qalanda, əvvəlki o zindana gedən Əminə ilə arasında fərq var? Nədir o fərq? Var. O fərq var, o fərq çox böyük fərq var əlbəttə ki. Amma bir dənə söz deyim, onda da xoşbəxt idim. Bir başqa xoşbəxt idim. İndi də xoşbəxtəm. Ümumiyyətlə, mən xoşbəxt olmağı bacaran qızam. Hiss eləyirəm. Doğrudan bacaran qızam, vallahi bacaran qızam. Hətta mən sizə bir söz deyim, mən ayrılıq yaşayanda da, mənim dostlarım deyir, bir həftə 10 gün. İstəyir 10 il belə Leyli Məcnun kimi yaşadığım bir münasibət olsun. Mən bir həftə ərzində rahat təslim oluram. Rahat ayrılıram və amma o bir həftə ərzində də elə yanıram ki, o bir həftədən sonra öz külümdən çox gözəl doğuluram mən. Ona görə də keçmişdəki Amina ilə, o zindana gedən Amina ilə, orada ailə həyatı quran, orada çox çətinliklər görən, 20 manata çalışan, restoranda 20 manata ifa edirdim. Ailəm bilmirdi, anam, atam bilmirdi. Amma bugün bu boyda fərq, o qədər şükür eləyirəm ilahiyə. Bu biri tərəfdən də mən insanlar başa düşməsə də olar. Mən bilirəm ki, o bilir başa düşən var. Məni başa düşən var. Mən bilirəm ki, mən buna layiq idim. Bu olmalıydı. Çünki istedadı verən sənsənsə, o istedada da mənə kömək olmalıydın ki, mən istədiyim şeyi özümə almaq dərəcəsinə gəlim, çata bilim. Nəinki özümə və bugün ona görə də mən ruzumu paylaşmağı sevirəm. Çox sevirəm ruzumu paylaşmağı. Onda da sevirdim. Onda az idi, az paylaşırdım. İndi ona nisbətən biraz çox var, biraz çox paylaşırdım. Deyir, o verdi, mən verdim, o verdi, mən verdi, sonunda o qalib gəldi. Sizdə həmən
prosesdir. İstərdiniz qızınız da sizin yolunuzu davam eləsin, amma səmimi. Mən bu sualı heç vaxt qəbul edə bilmirəm. Mən niyə nəyisə istəyib istəməməliyəm? Yox, yəni ki, O onun seçimidir. arzunuz var, hansısa arzunuz övladınızla bağlı? Mənim heç özümlə də bağlı arzum yoxdur. Heç bir planınız olmayıb Heç bir da. planım yox. Arzu adamı gözləntiyə salır. Gözlənti halında da insan arzuladığı o şey gəlib çatmayanda istədin, istəmədin içindən bir üsyan keçir. Olub üsyan həyatda. Olub. Nə vaxt? Elə o dövrdə. Zindanda. Hə ki mən nə etmişdim? Mən kimə nə etmişdim? Bunlar niyə belə oldu falan. Amma indi deyirəm nə yaxşı oldu. Hətta yoldaşımla sonuncu telefondakı zəngdə ki mən ona zəng açdım, vəziyyəti pis idi. Dedi inanmıram gözümə ki sən zəng elədin. Halal elə, belə elə, elə elə. Dedim əksinə mən sənə təşəkkür edirəm ki, məni həyata qarşı sən böyütdün. Yoxsa ki mənim anam, atam başıma sığalla, evin tək qızı, ay çay süzmə, əlin yanar, ay ora getmə tütündür, buraya getmə. O deyir, mən həyata qarşı sən böyütdün. Ona görə də deyir, hər zülmət gecənin bir işıqlı səhəri var, aydın səhəri var. Ümumiyyətlə, zülməti görməyən işıqlığa çıxa bilməz, Allahını itirməyən Allahını tapa bilməz, yolunu azmayan düzgün yola nəhayətində gəlib çıxa bilməz. Biz doğulan kimi neyin düz olub, neyin səhv olduğunu hardan bilə bilərik? 100%. Doğulan kimi deyəndə ki, lap olsun 20 yaşımız. Mən o vaxt nə bilə bilərdim ki, düzgün seçim nədir, düzgün filan şey nədir? Təbii ki, müəyyən dərəcədə bilirik. Amma bunun tamamilə bir gəlib artıq o beynində, ürəyində, qəlbində olgunlaşır ki, artıq sən özünü başlayırsan tanımağa ki, mənim bu həyatda missiyam nədir? Yox, Allahın işi gücü yox idi. Bir insan yaratdı ki, o bir ömür yaşasın, ona bir talih yazıb. Sonra da dünyasını dəyişəndən sonra baxaq da ya cənnətə getsin, ya cəhənnəmə getsin. Cənnəti də yaradan sənsən, cəhənnəmi də yaradan sənsən. Və kiminsə həyatını cəhənnəmə döndərəndən sonra da özünə cənnət arzulamaq haqqın da yoxdur. Cənnət, cəhənnəm də ki, bir məkandan daha çox bir halın adıdır da. Əlbəttə. Cənnət halı, cəhənnəm halı. Mən ona görə çox istəyərdim ki, bütün insanlar bir-birinə o cənnət halını yaşatsın. Çünki dərinə gedəndə əgər başa düşsən ki, yaradan bizə şax damarımızdan daha yaxındır, o şax damar da hamıda var, demək ki, hamı elə birbaşa onun özüdür. Demək ki, məsələn, yaxşılıq eləyəndə özü eləmiş olursan da. Bu qədər bəsit. Əminə xanım, qurbanla bağlı ifadə söylədiniz və sizi o vaxtı linç elədilər. Yəni ki, belə deyim, anlamadılar siz nə demək istəyirsiniz. Məsələn, bugün siz o haqda nə demərdiniz? Bugün yenə danışaram, yenə anlamasınlar. Yenə də deyirəm ki, yaradan belə bir əmri yoxdur. İstəyirsən, nə deyirsən de, get tərcüməvi düzgün elə gəl. Bunun sübutu da var. Demir qurban kəs, deyir qurban ver. Özündən nəsə qurban ver. Sən neyin var ki, sən özündən qurban verirsən? Sən necə özünü qoruya bilməyən canlını yıxıb ayağımın altına hələ bir Allaha iftira ata ki, mən bunu Allahın yolunda eləyirəm deyib də o canlını qurban verə bilərsən. Haçanla Allah qanla qidalanır. Haçan səndən bunu istədi. Ramiz Rövşənin çox gözəl bir şeiri var. İndi tam qafiyə halında yadımda deyil. Deyir, insanları heykəl halında, gilası mürəbbə halında, qoyun quzunu da kebab halında görən insanlar. Heç kim bir şeyin əsl yaradılışına baxıb ondan zövq almır. Quzudursa bunu dərhal kebab şəklində görməlisən, dişvə çəkməlisən. İnandığımız o səhih hədislərdən bir stat gətirim. Həzrət Əlinin sözdür ki, mədəvizi heyvan qəbirstanlığına döndərməyin. Niyə Həzrət Əlinin pulu yox idi, getsin 1 kilo ət alsın, yesin. Hətta belə bir şey deyim, mən demirəm ölün acından, amma oruc. Yəni, ümumiyyətlə, ali məqama ucalmaq üçün gərək biraz mədəvi boş saxlayasan ki, onda rabitə gözəl alınır. Orucluq ayında da sənə əmr olunub ki, yemə. Oruc hansı sözdən gəlib? Meyrac sözündən. Meyrac nədir? Ucalmaq. Allaha doğru ucalmaq. Sən Allaha doğru ucalmaq istəyirsənsə, təbii ki, sən biraz bu qaydaları mütləq şəkildə riayət eləməlisən. Özündən qurban ver. Özüvü daxilvi o qədər böyüt ki, enerjivi o qədər qaldır ki, bir damcı heç olmasa ilahi enerjiyə yaxınlaşmağı bacar ki, artıq sən düşüncə gücündən hər bir şeyi həyatıva çəkə biləsən. Axırda da deyəsən ki, ya Allah, ilahi təqdir sənindir, mən bütün bunları sənin yolunda qurban verirəm. Sən gəlib o ali məqama ucalmamış, sən necə gedib qoyun quzunu kəsib qurban verə bilərsən ki, mən kasıblara yardım edirəm.
Kasıblara yardım eləyirsən, pul ver. O özü bilər öz-özünə nə alır. Əminə xanım, bu düşüncələrə neçə yaşından gəlməyə başladınız? 33 yaşım var idi. Oh, Возраст Xrista. Da, Возраст Xrista. Çox maraqlı. 33 yaşımda. Bəs 33 yaşa qədər böyüdüyünüz ümumiyyətcə ortam, istər məktəb olsun, istər universitet, orada yəni yaradan din, bu mövzularla yaxın idiniz, yoxsa Mən uzaq idiniz, uşaqlıqdan- birdən oldu? Yox, mən uşaqlıqdan bizim ailədə də həmişə hamı namaz qılan olub. Təriqət Şiə təriqəti. Uşaqlıqdan da Allah bütün ölənlərinizi rəhmət eləsin. Anamın xalası ilə gedirdim. Məsciddə, Məşəd Dadaş məscidində sinə vururdum İmam Hüseyn üçün. Onlar da çox gözəl idi. Mən demirəm bunu niyə eləyirdim. Amma mərtəbə ucalmaq deyilən bir şey də vardı. Dinin çərçivəsində ilişib qalmaq olmaz. Şəriət çərçivəsində ilişib qalmaq olmaz. Çünki şəriət sənin içində ego artırır. Mütləq şəkildə ego artırır. Bu olmaz, bu olmaz, bu olmaz, bu olmaz. Bir də baxırsan ki, əslində bütün bu olmazları səndən istəyən Allah deyil idi. Sən səhv yerdə axtarmısan. Din gözəldir, bəli, əlbəttə ki, biz oradan başlamalıyıq. Amma bunun birinci sinifi var, bunun ikinci sinifi var. Sonra gəlirsən, qəbul imtahanları var, instituta qəbul olmaq var və nəhayətində bütün bunları bitirib özünə qayıtmaq var. Özümüzə də qaydanda necə qayıdacağıq? Əli boş. Neynəmirsən? Qurban kəsmişəm. Neynəmirsən? Namaz qılmışam. İki gözüm birdən aydın. Hətta bunun sübutu da var ki, dəqiq yadımda deyil, Quranda bir ayə də var ki, kəsdiyiniz heyvanların nə əti, nə qanı Allaha çatmır. Belə bir halda siz nə istəyirsiniz bu qoyun quzudan? Nə istəyirsiniz? Yəni, günahsız heyvanın qanı ilə günahlarınızı yumaq nə dərəcədə düzgündür? Günahsız heyvanı günahkar bəndəyə kəsib qurban vermək, ətini paylamaq nə dərəcədə düzgündür? Yenə də deyirəm, əgər mən ət yemirəmsə, bu məni kimsədən üstün qılmır. Mən heç kimdən üstün deyiləm. O qədər mənim ətrafımda ət, elə bir mənim atam. O qədər mənim ətrafımda ət sevən, ət yeyən dostlarım var ki, qızıldılar. Gözəl insandılar. Və yola da niyə gedirik? Nə onlar mənim ət yeməyimi yargılamır, gəlib mən qabağına qoyub danlamır ki, Allah belə bir əmr buyur. Nə də mən olarım. Çox gözəldir, belə yola gedirik. Sadəcə o məni qınayanlar ki, var ki, heç bilmirəm hansı ayədir, nədir. Sadəcə videom çıxır, qabağına girir, Google-da tez yazır ki, hansı ayədə yazılmışdı o. Oradan rəqəmi götürür, girir oraya yazır ki, tək rəy yazsın. Nə Allah köməkləri olsun, belə İslam olmur, yəni, belə Allaha ucalmaq olmur, yəni, nə bilim. Hərə ümumiyyətcə Allahı özünü nə qədər tanıyırsa, Allahı da o qədər tanıyır. Və qarşısındakını da necə görürsə, məncə o Allahı da elə görür. Çox gözəl bir söz eşitmişdim, deyir ki, şeytan sənin adını bilir, amma sənə günahlarınla yanaşır. Allah sənə günahlarını bilir, amma sənə adınla yanaşır. Ona görə nə vaxt ki, görürəm kimsə var ki, kimsə yargılayır, qeybət eləyir, danışır, ancaq pis bir şey axtarır, deyirəm, bunu da dindirən şeytan. Amma nə vaxt ki, bir insan görürəm ki, ancaq gözəlliyi axtarır, ancaq gözəllikdən danışır, pis bir işdə də oradan gözəl bir şey dartıb çıxartmağa çalışır. Pis əqidəli, pis düşüncəli bir insanda görəndə onun bir harasındasa bir gözəl cəhətini axtarmağa çalışır. Deyirəm, hə, bu nə gözəl, özündən də xəbərsiz bu. Özdə qəribəsi odur ki, biz daim əlimizə belə deyim də bayraq olaraq Peyğəmbərimizi, Əhl-i Beyti, onun əshabələrini, onlar hər şeydə, yəni ölü itin belə cəsədində deyir, onun dişlərinin gözəlliyinə bax. Yəni, bu cür Peyğəmbəri olan bir toplum, harda mən də bəzən düşünürəm, harda döndük, biz nə vaxt itirdik, necə oldu, biz nə vaxtı... Çünki onlar Peyğəmbər imam deyirlər, onları maska kimi üzlərinə tuturlar. Onların dediyi dini yaşamırlar. Onlar Yaşar Nuri Öztürk, Allah rəhmət eləsin, onun da bir neçə müsahibəsində bilmirəm, dinləmişsindir ki, siz Əməvilərin dinini yaşayırsınız. Sonradan yazılma hədislər, sonradan Ankibut surəsindən ayəsindən tutmuş neçə dənə yerdə təkrarlanır ki, bu kitab sonuncu hədisdir. Hədis yəni xəbərdə, xəbər. Bundan başqa nəyə inanacaqsınız? Yenə də o kitabı qoyurlar kənara ki, yox,
hədislər var. Hədislərlə gedib filan hədisdə filan şey yazılır. Mən deyirəm, sonra mən pis oluram ki, sən ifaçısan da get ifaçılığınla məşğul ol. Elə bil ki, ifaçılıq peşədirsə, Allahı axtarmaq da peşədir. Yəni bir ifaçı, bir aparıcı, bir həkim, nə bilim, başqa sahənin adamı Allahını axtarmamalıdır. Problem də elə ondadır. Problem də elə Bəlkə də ondan ibarətdir. Hər kəs onu axtarsa, toplumda bir çox problemlər olmaz. Sən qoşulmalısan, gedib ancaq məsciddə namazını qılmalısan. Niyə? Mən evimdə oturamam. O hər yer onun deyil. Hər yerdə odur. Hara baxsan odur. Get otur ağacının altında ibadət elə, get otur evində ibadət. Məsciddə sən get məsciddə də elə. Amma getməyəni qınama da, yargılama. Mən getmirəm. Mən 100% sizlə razıyam. Ümumiyyətcə, insan gərək heç nəyə yargılamasın. Çünki nəyi qınasan, onu yaşayacaqsan. Yaşatmadığı, qınadığı, yaşamadan bu dünyadan köçməyəcəksən. Mənim həyatımda da olub. Nəyi qınamışam, başıma gəlib. Əminə xanım, insan olaraq, insan sözü deyəndə sizin üçün mərhəmət yoxsa ədalət? Yəni, mərhəmət. Demək ki, siz buradan çox bura. Çox anlar olub, o qədər anlar olub ki, mən əslində orada ədalətlə davranmalıydım. Mənim haqqım idi. Mən yenə də mərhəməti seçmişəm. Məncə də yanılmamısınız. Çünki məncə sizin çöhrəvizə heç başqa cür Əminə də yaraşmır. Bayaq Adnan dediniz ki, Allah Adnan. Sizə görün Aminə. Yəni bundan gözəl başqa məncə sizə bir ad da verə bilməzdim. Çünki mən müşahidə edirəm ki, son zamanlar bir çox insanlar sanki öz isimlərini yansıtırlar. O adlarla bir bağ yaranır. Bilirsiniz, adların böyük bir əhəmiyyəti var bizim həyatımızda. Siz ümumiyyətcə belə deyim, mən Hacı Şahinə çox qulaq asıram. Çox heyf ki, dünyasını dəyişəndən sonra mən onu dinləməyə başlamışdım. Onun bir sözü o qədər xoşuma gəlir. Deyir, heç vaxtı sorğulama. Bəzən Allah Taala sənə deyir ki, burada qırmızı işıqda keç. Sual vermə ki, axı mən yaşılda keçməliyəm, yox yaşıl. O qırmızıdırsa, o qırmızıda keç. Mən sizə indi baxanda bir anlığa o gözümün qabağına gəldi ki, siz həyatda çox vaxtı sorğulamadan o sizə qırmızı işıqda deyəndə siz o qırmızı işıqları özümdə fərqində olmamışam, inanırsınız. Doğrudan fərqində olmamışam. Mən arzu eləyirəm ki, bundan sonra sizin həyatınızda artıq yaşıl işıq yansın. Can, təşəkkür edirəm. Çox sağ olun ki, gəldiniz. Mən təşəkkür edirəm. Hər zaman belə eşqdə qalın. Hər zaman gözləriniz bu belə içinizdəki o pak enerjini göstərsin. Çox minnətdaram. Mənə çox xoş oldu sizinlə müsahibə. Mənə də yaxşı ki, sizi tanıdım. Sağ olun. Sağ olun. Təşəkkür edirəm.